Bugün Məryəmin ad günü üçün ailəvi yeməyə getdik. Getdiyimiz məkan açıq havadadır. Ona görə ilk öncə SPF-dən istifadə edilməlidir və tərkibində E vitamin qorumaqla bərabər özü qidalandırır. Artıq götürdüm. 5 dəqiqə gözləmək lazımdır. Ondan sonra makiyaj edəcəm. Bu üzümü çəkənə qədər mən saçımın önünü yuyacağım. Önümü də çəkirəm. Saçımın önünü yuyub qurudanda həmişə belə quruduram. Üst hissəsi havalı qalır. Həmişəki kimi primer çəkirik birinci. Bundan Top Face istifadə edirik. Allah'da balğı evidir. Göz makiyajı etməyəcəyim üçün göz üstümə bundan çəkirəm. Biraz Diana Monroe'dan bronzerdən zagar effekti vermək üçün məncə əla rəngdir. Nevadan istifadə edəcəm. Biraz da burnumuzun üstünə çəkirik. Günəşdən yanmış effekti versin. Gərək mən də bundan xurma ilə elədim. Çox qəşəngdir. Bunun reseptini də paylaşacağım. Saçımı belə yığdım. Bu sırqalarımı taxdım. Kətan dəstimlə bunun arasında qaldım, amma şalvar olduğu üçün bu daha rahat. Biobalansın üst serumundan istifadə edirəm. Bu dəfə Beninin bədən yağını çəkəcəm. Bir çox yağların qarışığıdır, bədəni qidalandırır. İstifadə etdiyim sprey budur. Yağı istifadə edəndə üstündən çəkəndə qoxusu daha uzun müddətli qalır. Bir də bu saatı taxacam. Qaynanamın saatıdır. Nasıl gedəndə dedim bir saatı taxım. Taxdım. Sonra qaytardım özünə, almadı. Dedi qalsın səndə. Heç geyinməmişəm, bakalım yəqin götürərəm. İkinci variantım belədir. Geyinmə ata bilərəm, amma mən